Yer səthinin su təbəqəsi hidrosfer bölməsi. Yerin su təbəqəsi yaranmışdı. Yerin hansı inkişaf mərhələsində Cavid? Planetarda yarandı, ondan da geoloji başladı. Aysa planetanın sonunda yarandı və geoloji mərhələ artıq başladı. İlkin yaranmış su sahəsi nə adlanırdı Mövlud? Antalas okeanı. Pantalas okeanı adlanırdı. Pantalas okeanı sahəsinin tədricən artıb azalması əlinə vaxt baş verdi. Paleozoy erasına müəllim. Paleozoyda baş verdi. Amma müasir okeanlara parçalanması Mezozoyda. Mezozoyda oldu. Ee, Deməli, Tetis okeanının Pantalas parçalandı. Tetis okeanı var idi. Bizim Avropa ilə Afrika arasında yerləşən. Avropa, Asiya, Afrika arasında. Tetis okeanının parçalanması mövcud. Nə vaxt oldu? Kaynozoyda. Kaynezoyda. Bəs yaxşı, Tetis okeanının parçaları, hissələri deyə bilərikmi ki, hər biri coğrafi mövqeyinə görə daxili dəniz hesab olunur. Daxil dəniz, bəlkə demək olar, amma Xəzər dənizini demək olmaz. O daxil dəniz sayılır. Xəzərlə Aral dənizini demək olmaz. Bunlar dəniz deyirlər, göl olduqlarına görə. Uşaqlar bilirsinizmi, Türkiyədə Xəzər gölü yerləşir ha? Türkiyədə. Hə. Türkiyədə Xəzər adında göl var. Yəni ağlıma gəldi dedim. Türkiyədə Xəzər adında göl var. Sonra belə bir şey deyək. Təbiətdə suyun dövranı var idi. Böyük dövran necə baş verirdi Cavid? Mən təbiətdə suyun böyük dövranı buxarlama baş verdi okean üzərində. Daha sonra bu külək vasitəsilə, hava axınları vasitəsilə gəlirdi tasvirin üzərinə və burada yağış yağırdı. Yağış yağdıqdan sonra çaylar və yeraltı sular vasitəsilə yenidən okeana qayıdırdı burada. Okeana qayıdırdı. Bu böyük dövran hesab olunurdu deyəcəksən. Bəli. Böyük dövranda hansı okeanın rolu çoxdur? Böyük dövranda Atlantik mən okeanı müəllim. Atlantik okeanı deyək də Atlantik ensizdir, okeanı. uzunlu materiklərə daha yaxındır. Aysa Atlantik okeanın rolu daha böyükdür deyəcək. Ensiz və olduğuna görə sahilində su buxarlanıb sahilindən daha tez böyük dövrana iştirak edə biləcəkdir deyərik. Cavid, şimal və cənub yarımkürəsini müqayisə etdiyimiz zaman su hissəsinin böyük hissəsi hara düşür? Cənub yarımkürəsindən mən. Cənub yarımkürəsinə düşəcəkdir, bəli. Yer səthində dünyada olan su tükənə bilərmi, tükənirmi? Bəli, mən şirin su ehtiyatları bəli. Şirin su ehtiyatları tükənib, amma ki, yerdə olan su daimi dövran edir deyə öz yerində qalır. Yer kürəsində olan suların Cavid böyük hissəsi hardan gəlmişdi? Böyük hissəsi mənim mantikadan gəlir, kiçik bir qismi də ki atmosferdən şeydən gəlir. Xaricdə Atmosferik meteoritlər. günəş zərrəciklərindən və s. gələn idi. Mantiyadan gələn sular nə adlanır Cavid? Mantiyadan gələn sular amma Mövlud, yadımdan çıxıb. Mövlud, Yuvenin suları müəllim, qədim sular. Yuvenin suları. Yuvenil suları. Güvənirsən. Birbirimizin sualına müdaxilə etməyək. Yuvenil suları bəli hesab olunurdu. Uşaqlar, bu köhnə kitablarda, yəni Güvənin falan kitabı məsəl üçün burada 181 milyon kvadrat kilometr sakit okean sahəsini verir. Amma yeni kitablarda 169 deyil. 169 milyon kvadrat kilometr okeanların sahəsi dəyişib. Yəni 7-ci sinifin kitabında mı hardasa olmalıdır o yeni çıxan Mən kitablarda Everestdən dəyişib. oxudum müəllim. Orada elə 169 Elə verilmişdi. veriblər, hə, elə veriblərsə lap yaxşı. Bu Güvən hələ 181 verir. Dəyişib sahələri. Sonra dənizlər. Dəniz və körfəzin mövcud fərqi nədir? Körfəzlər müəllim, suyun quru hissəsinin keçməsinə deyil. Amma dənizlər belə olmur. Həm də dənizlərin sərhədləri olur, körfəzlərin sərhədləri olmur. Bəlkə əksinə idi. Körfəzlərin Körfəzlərin yeraltı sərhədləri olmur, amma dənizlərin yeraltı sərhədləri var da okeandan ayıran. Körfəzlər okeana edin sən Mövlud. Sən edirsən. Eyni demişdim. O da elə demişdi. Hə, dedim bunu, hə. Körfəzlər okeanın materikə çox daxil olmuş hissələri hesab olunurdu, amma dənizləri bəli sualtı tirələr vasitəsilə edirdilər, ayırırlar. Dənizlər coğrafi mövqeyinə görə mövcud neçə yerə ayrılır? xarici dənizlər, materik daxil dənizlər, yəni xarici dənizlər, daxil dənizlər bir də adalar arası. Adalar arası dənizlər olmaqla bəli üç yerə ayrılırlar. Daxil dənizlərdən hansıları tanıyırıq mövcud? Mən daxil dənizdə məsələn Aralıq dənizini tanıyırıq, Aralıq dənizinin daxilində olan dənizləri tanıyırıq. Ondan sonra Qırmızı dənizi tanıyırıq. Ondan sonra
Daxil dənizlər. Sonra Qırmızı dəniz, Qara, Aralıq dənizi, sonra Qara dəniz, Berit Qara dəniz, dənizi, Azov, Berit dənizi, Azov Azov, dənizi, bəli. Azov, Mərmərə, Mərmərə, Egey, Tiren, İyon, İyon Liguriya. dənizi, Liguriya dənizi idi. Onlar nədir? Yerləşdilər deyəcəksən. Yaxşı, belə bir sual. Baltik dənizi neçə işğalma qurşağında yerləşir? İki işıqlama qoşanı müəllim. Xeyr, bir işğalma qurşağında yerləşir. Yalnız mülayim işğalma qurşağında düşür. Baltik dənizini Şimal dənizi ilə birləşdirən boğazlar. Skagerrakla və Kattegat. Katteqatla Skagerrak, bəsləyəcək. Kattegat boğazları. Bundan başqa yoxdur. Böyük Ben, Var mı? Eresun var müəllim, Eresun. Eresun, Böyük Beyt, Kiçik Beyt boğazları da Həmçinin. Şey, nədir? Burada yerləşirlər. Sonra Baltik dənizinin duzluğu nə qədərdir? 11 promil 11. müəllim. 11 promildir. Bəli, ən az duzluğa malik olan dənizdir. Burada duzluğun zəif olmasının səbəbi nədir, Cavit? mən soyuq okean cəryanının olması da burada. Soyuq ərazidə yerləşməsini okean cərəyanı olacaq olur. Əsasən Soyuq ərazidə yerləşir. Qütbə yaxın ərazi deyə səthində buxarlanma zəif gedir və bu səbəbdən burada duzluq bəli, azdır. Baltik bəli. dənizi sahilində yerləşən monarxiya ölkələrdən hansıları tanıyırıq? Məsələn, Norveç, İsveç. Böyük Britaniya deyərik elə mən. Böyük Britaniya Baltik dənizi sahilində yerləşir. Mən siz nə dediniz? Baltik dənizi dəqiq. Baltik dənizinin sahilində yerləşən monarxiya. Monarxiya. Mən Norveç olmur ki, müəllim. İsveç. Almaniyanı deyərik. İsveçrəni Polşa var. deyərik, İsveç deyərik, Danimarkanı deyərik. Bunlar monarxiyalardır. Burada başqa o gün monarxiyalara sahibsiz. Deyək, burada Almaniya monarxiya deyirsən. Də mənim sənin sözümdür. Polşa. Polşa Polşa, olmur müəllim. Polşa monarxiya deyir, ay mövlud. Xeyr, monarxiya deyil. Və nə deyirsən onda? İsveçdir, Danimarkadır. Bunlar əsas burada yaşayan. Norveç düşər mümkün Baltik dənizi sahilinə. O boğaz düşür, dəniz ora düşməz. Norveç, İsveç və Danimarka yerləşən burada olan monarxiya dövlətlərdən. Sonra deyə bilərikmi Baltik dənizi sahilində yerləşən bütün ölkələr Hind-Avropa dil ailəsinə mənsub olan ölkələrdir? Xeyr müəllim. Məsələn, Polşa Polyak. Hə, Polşa, Polyaklar Hind-Avropaya aid deyil ki. Şey demə, Finlandiya, Finlər Finqol Finlandiya, qrupuna aiddirlər. Finlandiya aid deyildi. Finlandiya, Estoniya, bir də Macarlar. Bunlar nə idi? Macar düzdür bura düşmürdü. Finland, Eston düşür bura. Bunlar Finqor daxilində yerləşirdilər. Amma Polyaklar Hind-Avropanın Slavyan dil qrupuna daxil olan xalqlardır. Onsuz da Ruslarla eyni qrupa malik olan xalqlardır. Sonra Baltik dənizinin daxilində neçə körfəzimiz tanıyırıq? 3 dənə müəllim. Məsələn, Botnik, Riga, Bundan başqa da körfəzlər var, xırda körfəzlər. Əsas tanıdığımız 3 dənə. Baltik dənizi içərisində yəni yalnız 3 dənə körfəz yerləşir deyə sual ola bilməz heç vaxt. Çünki düzgün bir anlayış, coğrafi anlayış deyil də, yəni bu. Bəli, burada 3 dənə əsas körfəzimiz Botnik, Fin, Riga körfəzləri yerləşirdi. Fin körfəzi sahilində hansı ölkələr yerləşir? Finlandiya, Rusiya. Rusiya və Estoniya. Estoniya yerləşir. Sonra buradan belə bir sual verim. Buradan belə bir sual verək. Norveç dənizi deyirəm. Şimal dənizindən Baltik dənizini birləşdirir. Belə də Baltik dənizindən gedirəm Şimal dənizinə. Birinci Kattegat boğazından keçirəm, yoxsa Skagerrak boğazından? Kattegatdan müəllim. Kattegatdan Bəli. keçirəm, sonra Skagerrak boğazından keçirik və Şimal dənizinə çıxırıq. Şimal dənizi coğrafi mövqeyinə görə necə dənizdir, Cavid? Daxili dəniz. Şimal dənizi, yox, mənim Şimal dənizi kənar dəniz, kənar dəniz. Kənar dənizdir. Şimal dənizində hansı faydalı qazıntıya görə fərqlənirdi? Neft mənim. Neft qazına görə. Bəs Baltik yanı ərazilərdə hansı faydalı qazıntı var idi? Nə var idi? Faydalı qazıntı deməyək. Baltik kənar ərazilərdə. Hı -hı. Deyil, mövlud. Kəhraba
Kəhrəba var idi, Sonra Asiya. Kəhrəba yerləşirdi Balıq dənizi Onu sahilində. kesin. Keçmişik o siyasi coğrafiya keçmişdik. Sonra Şimal dənizində hansı monarxiyaların sahilini yuyacaq? Moldancı mən hansı yox ya. Danimarkanı yuyacaq müəllim. Ondan sonra Böyük Niderland, Britaniya. Belçika. Aha, Norveç, Danimarka gələrsən, sonra Niderland, Belçika gələrsən oradan. Böyük Britaniya gələrsən, yox, bu ölkələrin sahillərini nədir? Yuyacaqdır. Yəni monarxiya kimi bu ölkələrin sahillərini yuyacaqdır deyəcəksən. Sonra Şimal dənizi neçə yarımkürədə yerləşir, Cavid? Əlif, buyur. 3 yarımkürədə müəllim. 3 yarımkürədə yerləşir. Və 3 yarımkürədə yerləşməyin səbəbi nədir, Əlif? Çünki mən buradan Greenwich meridianı keçir. Bəli, Greenwich meydanı buradan Mən keçərkən 3 saat yarımkürədə müdafiə yerləşir. ekranın böyüsünü dondu bağlaşdıra bilmədim belə ona görə. Eybi yox. Eybi yox. Eybi yox. Qaldım belə çarəsiz. Səsin qırılır sənin. Echo verir özdə. Mənim telefon zəif qat. Sən çıx təzədən gir. Sonra deməli belə olsa. Bu da getdik. Vəsə. Sonra gəldik buradan. Baltik dənizi sahilində German dil qrupuna aid olan xalqlar yaşayırmı Mövlud? Baltik dənizi sahilində. Bəli müəllim. Bəli, yaşayırlar. Hansıları deyə bilərik German burada? Burada məsələn Danimarkanı deyə bilərik. O qədər Almaniyanı qoyub orada. Bəli, mənim Almaniyada. Şurada yuxarı Danimarka, iki ölkədə axı. Danimarka deməyin də ayrı bir şeydir də yəni. Bu Almaniya məsələsinin özünü deyə bilərik ki, İsveç falan da aiddir. Almaniyanın özünü deyə bilərik ki, Almaniya nədir? German dil qrupunda olan xalqdır. Sonra bu belədirsə, Baltik dənizindən başqa nə qaldıq? Baltik dənizini məncə belə elədik də, başqa bir şey yoxdur da. Şimal dənizdəki kənar dəniz oldu. Şimal dənizi, Baltik dənizi hansı okeanın dənizləridir, Cavid? Cavid donur. Atlantik okeanı dənizlərdir. Atlant, Cavid donursan, sən də Səsim gəlir müəllim. setin zəifdir. Səsin gəlir amma donursan. Donma var. Bəli, Atlantik okeanın dənizləri hesab olunacaqdır deyəcək. Sonra gəldik Aralıq dənizə. Belə bir şey deyil. Aralıq dənizində, belə, Aralıq dənizində yerləşən ucqar nöqtələr hansılardır, Əli? Deməli müəllim, burada Piriney yarımadasında Morokko, yəni Mərakeş burnu yerləşir. Bir də ki, Kiçik Asiya yarımadasının ərazisində Asiyanın qərb ucqar nöqtəsi olan Baba burnunun yerləşdiyini deyə bilərik. Ondan sonra Afrika materikinin şimal ucqar nöqtəsi olan Bensekkada burada yerləşdiyindən deyə bilərik. Bunu da burada yerləşdiyinədir deməyimiz mümkündür. Bu ucqar nöqtələrə əsasən burada yerləşdilər. Aralıq dənizini Cavid, Atlantik okeana birləşdirən boğaz. Cavid, nə varırsan? Ay Cavid, nə hoqqa verirsən orada sən? Mənim Cəbəlli Tarix boğazdır cavab. Telefon zəif gedirəm. Mən basmadığım yerlərə basır eləyir, ona görə biraz belə deyə telefon özü hoqqa verir. Normalda Cəbəlli Tarixdir mənim. Sabunçuda texnologiyanın inkişafı özünü göstərir yenə. Bəli, Cəbəl Tarix boğazı birləşdirdi. Cəbəl Tarix boğazı Cavid deyirəm, Mövlud hansı ölkələri ayırır bir-birindən? Ölkə. İspaniya ilə Cəbəlli Tarixlə Mərakeşi. Tunisi yox, Mərakeş. İspaniya ilə Mərakeş. İspaniya ilə Mərakeş də deyirik bəzən, amma Cəbəlistə Cəbəl Tarixlə. Cəbəl Tarix ölkəsi var, orada kiçik bir ölkədir. Orada düz bəzi yerdə götürüb onu ada yazırlar, amma onun xəritəsində mən baxmışam. Əslində ora yarımada ərazisində yerləşir. Cəbəl Tarix düz Piriney yarımadasının cənubunda bir ucqar nöqtədə yerləşir. Ondan Mərakeş ərazisini bir-birindən nə edir? Ayırır. Portuqaliyanın Aralıq dənizə çıxışı varmı? Xeyr müəllim. Bəs Andoranın? Onun müəllim bəli var. Xeyr, yox. Don olmaz. Hər iki Anklav dövlətidir, deyil. bəli, anklav. Anklav ölkə deyil, xeyr.
Sahilində iki ölkə Şey, yerləşir. İki ölkə Hı. yerləşir sahilində. Bəs neydi onun adı? Monaco, Bəli, mənim onun çıxışı var, onun çıxışı var. Vatikan Xeyr, mənim onun çıxışı yoxdur. yoxdur, bəli. Bu deməli cırtdan dövlətlər idi. Bunların da ki, bir dənə Andorranın çıxışı yoxdur. Şey də var idi, orada bir dənəsi də onun adı nə idi? İtalyanın San içərisində. Marino. San Marino. San Marino'dakı okeana çıxışı, Atlantik Yarlaq dənizə çıxışı var. Yəni yadımızda qalsın, orada çıxışı var. Sonra gəldik buradan lazım olan bizə əsas məsələ nə var? Aralıq dənizin içərisində yerləşən dənizlər var idi. Deməli, bunu biz belə öyrəndik həmişə ki, bura olsun İtaliya ərazisi. İtaliyanın şimal, biraz belə çəkəcəkdim bunu yavaş. Belə çəkmişiz. Bu nə idi? Hə, belə çəkək ki, sizə rahat olsun. Bir dəniz burada yerləşirdi, bir dəniz burada yerləşirdi, biri burada yerləşirdi, biri də ki, burada yerləşirdi belə. Bura gəlmişsə, Bəli. ayaq olsun da verəsən. Mən Adriatikdir, 2 İonikdir, 3 Tirrendir. Mən 2 dənə 3 yazmışsınız. Hə, olsun da 4 olsun. Yuxarıdakı da 4 Liguriyadır mənim. Liguria dənizi, bəli, bu dənizlər yerləşirdi burada. Bu dənizlər hansı okean hövzəsinə aiddir, Cavid? Şu Atlantik okeanı düşür də mən. Atlantik okean hövzəsinə aiddir deyəcəksiniz, bəli. Sonra belə bir sual. Sloveniyanın Aralıq dənizinə çıxışı varmı? Xeyr, mənim yoxdur. Yoxdur. Mənim Sloveniya var. Hə, Sloveniya yoxdur, sağ Sloveniya, olsun. Slovakiya, bunların çıxışları yoxdur da bura. Bax, mən Son, dərsdən demiş bilim var. nəyin var? Məmməd Sloveniyanın ona görə olmadı. demiş ki Yoxdur. 11 dənəsinin yox idi. Yoxdur. İkisində də çıxış olmamalıdır. Bir dənə qoy siyasi xəritəyə də baxaq. Yoxdur, çünki Xorvatiya onların şeyin kəsib də sahillərini. Sloveniya olmalı mən. Sloveniyanın var hə. Sloveniyanın çıxışı var. Bizim Hadi elə gəl. siyasi, bizim siyasi xəritələri elə veriblər ki, onun çıxışı verməyiblər orada. Bu siyasi xəritə səhvliyi başına yağır. Hə, Sloveniyanın çıxışı var, Slovakiyanın çıxışı yoxdur. Slovakiya içəridə yerləşir. Sloveniyanın çıxışı var buradan. Elə demişdik mən. Hə. Sonra gəldik buradan beləsinə, beləsinə, beləsinə. Egey dənizi, Mərmərə dənizi var idi. İndi de görək, Əli bizə Egey dənizi hansı ölkələrin sahilini yuyur? Bu da bizim xəritəsi. Egey dənizi mənim deməli Türkiyə ilə Yunanıstan sahillərini yuyur. Bəs Mərmərə dənizi? Mərmərə dənizi orada deməli Türkiyənin, Bolqarıstanın sahillərini yuyur. Yox, yox. Mərmərə, birinci Mərmərə gəlir, sonra Egey gəlir də. Mərmərə dənizi yalnız Türkiyənin sahilində. Bu, onu da bizim siyasi xəritə səhv verib ha. Bu Göy Atlasda səhifə 48-də olan siyasi xəritəmiz başdan ayağa səhvdir, təmiz səhvdir bu xəritə. Bu da doğru düzgün bir şey veriblər. Ölkələrin sərhədlərini götürüb şeyə veriblər. İstanbulun ərazisinə şey veriblər. Bolqarıstan ərazisini veriblər. İstanbulun bir hissəsini verməyiblər. Bolqarıstan verib oranı. O yalnız Türkiyənin sahillərini yox. O ərazidə. Mən hətta onun dərs izahında olarkən demişdim. Belə siyasi xəritəyə baxdım. Bolqarıstan, Türkiyə dedim. Sonra baxdım ki, belə şey olar. Amma axı bu Türkiyənin ərazisi iki ərazidə, iki qitədə yerləşir axı Türkiyə. Yəni o düzgün verilməyib bizim xəritələrimizdə. Sonra Aralıq dənizinin duzluluğu nə qədər idi bilirikmi? Yadımızda qalıbmı? 13-14 promil deyildi. Yox, o çoxdur. 13-13 promil. 21, 21. Yox, 30 O 30 38 promil nədir şey var, Aralıq dənizinin duzluğu var. okeanda Xəzərlə aralığı eyni verir müəllim orada Everestdə. Azov verər 11 promil Azov dənizinin. Bax müəlliminə. Azov dənizini verər, aralığı verməz. Aralıq səhv etmirəmsə 38 promilinə duzluğa malik. 38-28 promilinə duzluğa malik idi. Məncə o hədəfin kitabında olmalıdır, hədəf verib onu deyəsən. Sonra Aralıq dənizini Qırmızı dənizə birləşdirən su hövzəsi. Akaba körfəzi müəllim. Boy. Mən Azovum şey. Mənim nə dediniz? Babel məndə Süveyş kanalı, yox, Süveyş kanalı, Süveyş Süveyş kanalı. kanalı, Süveyş kanalı, Süveyş kanalı onu birləşdirirdi şeyə. Neydi onun adı? Qırmızı dənizə. Qırmızı dəniz coğrafi mövqeyinə görə necə dənizdir? Daxili Daxili dənizlər. mənə.
Qırmızı dənizin sahilində yerləşən ölkələrin hamısı deyə Hə. bilərik ki, ərəblərdir. Hami E, Sami. Hami Samidə yerləşən xalqlardır. Bir qrupunda yaşayan xalqlardır. Deyək, Şimali Afrika əsasən dediyi ərəblər idi. Deyə bilərik, bəli, Şərq. hamısı ərəblərdir. Yəni ərəb dil ailəsində olanlardır, bir qrupunda olanlardır. Ərəb xalqları, ərəb xalqları deyək də. Yəni ki, orada bir dənə İsrail falandır, o da ki, harda yerləşir? Sami Hami qrupunda yerləşən xalqlardır. İsrail yəhudiləri də Sami Hami qrupuna daxildirlər. Afro-Asiya ailəsinə. Sonra Aralıq dənizi sahilində, Aralıq dənizi sahilində Roman qrupuna aid olan xalqlar varmı? Bəli, deməli. Yoxdur. Var. Aralıq dənizi Bəli. sahilində Altay xalqları varmı? Altaylar. Olar deməli. Onlar Türklər Olmaz. deyil ki, Deyil, məncə. məncə yox. Abi Türkiyə var. Onlar da yəni sual verir özünə. Onlar da yəni şübhələ yanaşır. Türkiyə var Aralıq dənizi sahilində. Türkiyə hara aiddir? Altay dil Elə ailəsinə ona aid görə. olan. Altay dil ailəsi olan xalqlar da türklər. Bunlar yerləşir. Sonra. Başqa burada. Mən bu Kipr hansı ölkə qrupuna daxil? Slavyan var burada. Slavyan Bəli. xalqları. Slavyan Slavyan xalqları bəli. var. Kipirlərdəkin yarısı Yunandır, yarısı da türkdür, onsuz da. Elə gedəcək də. Slavyan var burada. Bəli, mənim var. Demək burada Slavyan, Roman, Ərəb də var, Altay da var. Yəni Afro-Asiyadır, Slavyandır, belə də Hami-Sami deyək, Roman deyək, Slavyan deyək. Sonra bir də Altayları Türk qrupunu deyə bilərik ki, bunlar burada nədir? Olan əsas xalqlar bunlardan ibarətdir. Qırmızı dənizin sahilində isə hamısı nədir? Ərəblərdir. Yəni ki, Sami-Hami qrupuna olan xalqlar daxildir deyə bilərsiniz. Qırmızı dənizi Hind okeanına birləşdirən boğaz. Babəlməndə Babəlməndə. boğazı. Babel-Məndəb Avarməndə. boğazı. Babel-Məndəb boğazı birləşdirdi. Qırmızı dənizlə nəyi? Ədən körfəzi. Hindo. Ədən Ərəb Ay, körfəzi, bəli. körfəzini. Ərəb körfəzi birləşdirir. Ərəb körfəzi yəni Hind okeanı arası düşür də ora. Hind birləşdirmiş olur. Sonra Qara dəniz. Qara dənizin sahilində yerləşən ölkələr. Hansı ölkələri tanıyırıq? Bolqarıstandır, Ukraynadır, Rumıniyadır, Rusiyadır, Gürcüstandır və Türkiyə. Və Türkiyə. Bəli. Burada Azov dənizinə keçən boğaz hansıdır? Keçid olan boğazımız. Kerç Keç, keç. boğazı. Kerç boğazıdır. Bəs Mərmərə dənizinə keçən boğaz. Dardanel. Bosfor boğazı müəllim. İstanbul və yaxud da. Bosfor boğazı bəli. Mərmərə Ege dənizinə keçən boğaz. Ha, o Dardaneldir ya da Çanakkale. Çanakkale'dir, bəli. Və Çanakkala boğazı Azov müəllim. dənizi hansı ölkələrin sahilində yerləşir? Ukraynanın Rusiya. Rusiyası. Ukrayna və və ikisini Rusiya arasında bəli yerləşən dənizdir deyəcəksiniz. Bu belə. Buradan da belə gəldik. Sonra daxili dənizlərdən başqa nə qaldıq? Demək ki, hamısını saydıq da biz. Başqa deməyelim şöyle. Qırmızı dəniz neçə işlanma quşağında yerləşir? 2 müəllim. İki dənə, bəli. Aralıq dənizi neçə yarımkürədə yerləşir? 3 yarımkürə. 3 yarımkürədə. Böyük Britaniya, Fransa, İspaniya, Avropadan. Bunlar nədir? 3 yarımkürədə yerləşən ölkələr hesab edilirlər deyəcəksiniz. Şimdi bu da getdik belə. Sonra gəldik Qırmızı dənizdən çıxdıq Ərəbistan dənizinə. Ərəbistan dənizini İran körfəzindən birləşdirən boğaz və yaxud da ki İran körfəzindən Oman körfəzini birləşdirən boğaz. Hörmüz Hörmüz boğazı. boğazı. Bu günlərin ən aktual boğazlarından biri olan Hörmüz boğazı. Buradan sual gələrmi? Gələr. Olar. Sual düşə bilər bu boğazdan. Ən çox neftin daşınmasına istifadə olunan boğazlardandır deyəcəksiniz. İran körfəzi ölkələri inkişaf etməkdə olan ölkələr olsalar da, amma nəyə görə fərqlənirdilər?
neft qazı Neftə görə.